Hamıya salam. Bugün bizə kim baxırsa və izləyirsə, bu günləri mətbəx sirlərindən bildiklərimin bəzilərini sizlərlə paylaşdım. Soğanı doğrayarkən gözlərdən yaş axmaması üçün soğanın bu hissəsini axıra qədər təmizləmirik. Tavada və yaxud da ki qazanda hər hansı bir əti, toyuğu qızardarkən yağın içərisinə azca duz əlavə edin. Beşinci şiüdü, cəfərini, ümumiyyətlə bütün göyərtiləri uzun müddət saxlamaq üçün əvvəlcə soyuq suda yuyuram. Sonra isə gözləyirəm ki, tamamilə suyu qurusun. Xüsusi qablardan istifadə edirəm. Soyuducuya qoymaq üçün istifadə olunur. Belə bir qablar tələbəzlər üçün nəzərdə tutulur. Qabların içərisinə yığıram. Ağzını yaxşıca qapağı ilə bağlayıram. Soyuducuda saxlayıram. Uzun müddət işlətmək olur. Təravətini, dadını, ətrini belə itirmir. Və yaxud da ki, əgər belə bir qablar yoxdursa, bankalardan istifadə edirəm. Bankaların içinə yığıb, ağzını yaxşıca bağlayıb, soyuducuda saxlayıram. Müəyyən müddət, yəni bir həftə 10 gün işlətmək daha da rahatdır.